Baxıram, sənin yaşın da az deyil, hə? İşin gücün də var. Bəs niyə evlənmirsən sən abala? Nə bilmək, qismət. Nə düşmüsən az uşağın üstünə? Boy, niyə evlənmirsən, niyə evlənmirsən? Qabağına yaxşı qız çıxanda evlənəcək də. Nə olub, qocalmayıb ha hələ. Nə də ayıs olmaz. Sözdür də soruşdum, olmaz bəyə, hə? Belə baxanda heç uşağı qınamalı da deyil, ay Tofiq. Başına dönüm. İndiki qızlarında əlləri tökülməsin. Allah evlərində telefonu belə şəkil çəkirlər, belə şəkil çəkirlər. Haçan baxsan telefonda belə qalıblar, oyun oynayırlar. Başları qalsın telefona. Hə. Yaxşı eləyirsən bala. Yaxşı çıxanda yaxşısı ilə evlənərsən. Hı. Deyirəm başına dönüm. O sizin bir gözəl göyçək, böyük bir bağınız vardı. Ha, dənizin qırağında. Yayda da mamanla gedirdik, dincəlirdik, dənizin də qəşəng havası vururdu bizə. Nə oldu bax, neynədiz? Hə, yadımdadır. Heç nə qalıb, düzdür, çox gedib gələ bilmirəm, amma arada gedirəm. Evdə də qalıb, nə ziyanı. İrsat, yaxşı eləyirsən bala. Yadıma düşür o günlər. Heyf deyildi o günlər. Sağ-salamat indi evlənərsən. Balaca bebişkaların olur. Hərəsinə bir ev verərsən. Onlar qəşəng. Ay, su hardadır? Niyə gəlib bu adamların arasına çıxmırız? Otağındadır, indi çağıraram mən. Mən gedim, Aysını çağırım. Git. Burada belə pis çıxmasın, belə soruşuram çünki mən özüm də biraz biznes adamıyam. Rusiyyətdən belə bizneslə məşğul olmuşam. Fakt bu dəqiqədə bizneslə məşğulam. Elədir. Səndə çaxçuq necədir? Bir şey çıxır? Hə, şükür yaxşıdır. Düzdür, biraz problemlər var idi, onu da atamla yoluna qoyduq, getdi. Bax, Pərnişinlə sənə söz desin. Solmaz xanımın qohumu bizim qohum. Fərqi yox. Heç bir fərqi yox. Bundan sonra qapbacanı tanıyırsan ha. Nə vaxt ürəyindən keçdi, gəl qonağımız ol. Bir böyük qardaş kimi də mən sənin qulluğunda hazıram, bratelnik. Çox sağ ol, var ol. İstəyir. Ay, ne oldu Esma? Ne oldu? Hiç yüngülvari qəza keçirmişim. Az qalmışdı maşının altında qalım. Maşın vurub səni? Eşi bu hökmədən kimə xeyir gəlib, mənə də xeyir gəlsin. Əyləş gülüm, əyləş. Əyləş. Yaxşısan indi Əsmər? Hə. Yüngül vurub, narahat olma. Şükür. Eldar hanı, hə? Eldar Cənnət xalanın otağındadır. Orada uzandırdım onu. Ora biraz dedi. Ona görə. Səncə uşağın yanında deməli yaxşı fikir eləyər. Sən Eldara görə narahat olmayı. De görüm, bəs səni vuran adam həkim çağırmadı. Eşim, məndə bəxt var. Bəxtimdən də bu adam hökmə gəlin evində kirayədə qalırlar. Əvvəl ilə bildim başqa məsələdir. Sonra gördüm yox elə bilirdim qurma söhbətinəsə. Qaynanan gül çıxıb gediblər. Hə. Deyəsən bu dəfə həqiqətən canım qurtarıb onlardan. Uzan sən. Uzan. Yox, sən belə bir tərsən. Nə olub sənə? Bir şey heç nə. Hə, nə olub? Bunlarla əsəbləşmişəm. İncidirlər də yazıq qızı. Ayaza da deyə bilmirəm ki, əsəbləşəcək, hirslənəcək, gələcək üstlərinə. Qız kimdir? İlahə? Hədə. Odur yazıq. Az yaxşı. Yazıq ha. Yazıq ilan vursun ona. Eləmədi da pisliklər qalmayıb, yazıq ha. Bu niyə zəng eləyir? Kimdir ki? Elnur. Yaxşı, sən danış. Mən düşünmüşəm. Yaxşı.
Alo. Aysu. İnad eləmə də, bəsdir də. Sənə deyirəm, dur giyin, başa gözü düzəlt çıxaq da. Mən niyə geyinib keçirməliyəm, hə? Niyə də, niyə? Abla, nə niyəyəm? Deyirəm ki, evə adam gəlib də, cavan oğlandır. Yəni deyirəm, dur bir çıxaq ora, bir sən də gör onu, bir səni də görsünlər. Gəlib də, neyiniyim? Mən sənə bəyəm deyirəm, sən nəsə elə. Deyirəm ki, yəni evdə adam var da, çıxaq, oturaq, bir söhbət elə. Cavan qız dörsən sən, hə? İstəmirəm də. Özü də kim Solmazın qohum əqrabası ye. Ha, sən başa düşmürsən ki, Solmaz özü nədir ki, onun qohum əqrabası nə olar? Sənə kör şeytan. Ay qız, sən beləncə deyirsən, danışırsan, bala, mən bu dəqiqə səni ərə vermirəm. Amma oğlanla indi özüm danışıb gəlmişəm. Aysu, oğlanın evi var, bağı var, maşını, biznesi, hər şey var. Bala, adama nə lazımdır? Az ged ərə, bəlkə mən yetim də bir ağ günə çıxdım da, nə olar? İndi oğlanın biznesi, maşını, evi, bağı var deyə mən İstəmədiyim adama ərə getməliyəm, bədbəxt olmalıyam. Vallahi. Ağılsız, git gəlmişsən, gic də gedəcəksən, az. Qızlar bu dəqiqə belə oğlanı göydə axtarırlar, yerdə çıraqla gəzirlər. Az bu hazır özü gəlib də, ayağı ilə gəlib də, Allah döyüb təpəsinə, bu da açdı. İstəndirirsən məni. Allah döyüb təpəsinə gəlib də ayağı ilə. Niyə əlindən buraxırsan ki, bunu niyə məni partladırsan? Ayda, deyirəm, istəmirəm də, əziyyət çəkməyin də, istəmirəm. Başa düşmürsən? Az elə sən bax, belə eləyirsən ki, Solmazın da dili üstümüzə, bax, bu boyda 5 metrə deyə. Sonra deyir ki, nə böyük sayırsınız, nə kiçik sözü sayırsınız, düz deyir. Ay, yaxşı da, yaxşı. Gedib elə belə görünərəm gözünə. Amma sənin sözünə görə. Bax, bu da yenə deyirəm, ha. Ərə getmək söhbətini ağlınızın ucundan da keçirtməyin. Yaxşı? Yaman gec gəldin ama. Telefonlara da cavab vermirsən. Biz dedik yəqin səni tutub aparıblar. Allah eləməsin. Aparıb qızı götürdüm, gəldim də. Sağ ol. Nuş olsun. Qaqaş, qapısına qədər oturdun qızı? Hə. Niyə? Bir iti qurdu yox idi. Sən niyə onu evlərinə kimi aparırsan ki? Anam, qaqaş elə bil maşınla adam vurub. Günahkardır da, neynəməlidir? Qapıya qədər ötürməlidir də, borcudur. Daha ötürməsin. Çoxları istifadə edirlər bundan. İstifadə eləyə. O qədər pul alırlar ki, adam peşman olur hər şeyə. Bizim özümüzə pul verən lazımdır. Yox, inanmıram. İnanmıram, elə adama oxşamır. Oxşayır ya oxşamır. Daha əlaqə yaratma. Vəssalam. Hikmət, mən dediyim qızla nə vaxt görüşürsən? Anası ilə danışmışam, razılığını almışam. Bircə qalıb sənin görüb söz deməyi. Vəssalam. Yox, indi qız vaxtı deyil. Özünü də görsən ki, işlərim qaydasında deyil. Sən gələdinən ki, biraz gözləsinlər. Vay. Yenə sən məni biabır elədin. Ay oğlum, mən sənə demirəm ki, get onu görən kimi evlən. Bir bax, bəyən. Bəlkə elə görən kimi deyəcəksən ki, evlənirəm. Məncə mən özdə bir dənə qızdı. Monika yanında qələt edir. Məncə sən də tez bir zamanda görüş təyin edəm. Monika, ha? Vay atımla, dinlə daha işimiz var ki. Yox, mən hələ ki heç kəslə görüşmək fikrim yoxdur. Özü də bəsdir, mənim üçün qız axtardınız, nə bilim, şəkillərə baxdınız, nə bilim, neynədiniz. Uşaq deyiləm ki. Gözüm də var qulağımda. Bəli, uşaq deyiləm deyə gör neçə yaşa gəlib çatmısan. Mən də nənə olmaq istəyirəm. Nəvə istəyirəm, ey nəvə. Nə vaxta kimi onun bunun uşağına baxıb belə həsəd aparacam, hə? Ana,
Sən indi nəvə istəyirsən deyə mən təcili şəkildə kimdənsə evlənməliyəm ki, evladım olsun. Ha? Bax sən bu danışıqların da bunu gətirib gəlib baş üstümüzə. Hücum ya. Başa düşmədim. Boşanmışam da neynəməliydim? Oturub o əclafı fikrini çəkməliydi. Ay sağ ol. Bax mən də onu deyirəm. Məcburən heç kim heç nə eləməməlidir. Mənim öz fikrim, öz düşüncəm özümə bəsdir. Bəs sağ ol. Gördün? Hə, belə. Vallahi sən o bir qardaşı var idi. Elə uşaqlıqdan o deyirdi tez evlənəcəm, tez evlənəcəm. Nişanlamışdınız, nə oldu? Heç nə ayrıldılar. Hələ ondan sonra 2 dəfədən nişanlandı, yenə ayrıldılar. Qoy, rekord vurulmuş ki. Valla elə o uşaqlıqdan xatakar idi da. Hə, de görüm evləndi, evlənmədi, əsas odur. Hə, evlənib olmasa hala 2 dənə də uşağı var. Hə. Amma arvad bək tutub ipindən. Heç evdən çölə çıxanda icazə ilə çıxır. Eynən mənim balaşqam kimi. Sən öyle ipimi elə yığıb ki, ondan icazəsiz nəinki başqa otağa. Heç ayaq yoluna da şöyle də gedə bilmirəm. Zarafatçıl deyir Tofiq, başqa. Hə, deyirəm ki, uşağın başına necə kitab oxumaq qarışıbsa, ayıra bilmədim ki onu kitabdan, hə. İndi gəlincək. Hə, heç dot. O qədər oxuyan uşaqdır ki, heç başı kitabdan qalxmır. Elə bütün günü oxuyur. Mən də deyirəm, bala gözü xarab olar, heç oxuma. Heç elə bir ki, zəmanə uşağı deyildi. Arada deyirəm ki, ay balam, ay qızım, bir götür bu telefonu işlət. Bir arada rəfiqələrindən zəng elə danış. Ay, kimə deyirsən? Elə mən deyirəm, mən eşidirəm. Ay, yox. O iş telefon nədir bilmir ki. Dinməz, söyləməz, fağır. O nə bilir telefon nədir? Yox. Çox abırlı uşaq. Ay xanımlar, bunun nə pisdir ki? Qoy oxusun da bu uşaq da. Savadlı qızdır. Bir dənə də savadlı oğlan tapar özü üçün, hə, özünə bab. Gedər ona ərə. Uşaqları da oxşayar, anası kimi, atası kimi savadlı olarlar. O savadları ilə də xalarenik dolu olacaq, qarınlar tox olacaq. Bəs iki qızsın. Savadı neynir? Əsas odur elə oğlana getsin ki, oğlanın cibi olsun pulla dolu, qarınlar tox olsun. Düzdürmü baba? Əslində olmaz xala, mənə elə də vacib deyil qızın oxumağı. Əsas odur tərbiyəli olsun. Mənim bir sözümü iki eləməz. Hə, ay bala. Bizim qız Aysa maşallah elə tərbiyə alıb ki, böyüklə böyük kimidir. Kiçiklə də ki, kiçik kimidir. Danışdırmasın, söz soruşmasın, belə səsi də çıxmaz ha uşağın. Hərdən elə bilirəm ki, elə evdə təkəm mən, heç kim yoxdur. Mədətli nərmişdir. Mədət dayı. Hə. Elə bir qızın ağzı var, dili yoxdur. Dinməz, söyləməz, fağırın biridir ha. Elə bil qızın dili yoxdur danışmağa. Bir şey deyib. Nə deyirəm? Allah yəsnə etsin. Amin. Yaxşı ama gəlin sözün Gəl üstünə. bura Aysu, gəl. Bax, tanış ol, bu Solmaz xalanın qohumudur. Teymur. Tanış ol. Hə. Xoş gəlmisiniz. Sağ olun. Aysu, keç sən də otur. Yox, çay gətir, hamıya bir dənə çay gətir. Sonra özün də keç otur. Biraz söhbət elə. Qaynağa qarış. Ana, mənim otaqda o qədər işim var. Gəldim qonaqla salamlaşım da, xoş gəlmisiniz deyim. Kitab oxuyub qutarmadın sən hələ. İndi gedirəm, oxuyub qutaracağam. Mənim bir işimiz yoxdursa, mən gedim otağıma. Get oxu bala. Hə, yaxşı, sağ ol. Sevdam.
Sevdan qız. Aşağı düşdü. Görmədin? Yox, görmədim. Əsmər ilə yaxşı oldu. Bayaq danışırmadım səndən, bir söz deməliyəm sənə. Nə olub? Əsmər, indi sənin burada qalmağın bizim üçün yaxşı deyil. Nə olub? Kim sənə nə deyib? Bilirsən Əsmər, Rasim gedir orada burada danışır ki, deyir ki, Eldar mənim oğlumdur. Bayaq ilahə dedi mənə. Nə bilim, məndən bilmirəm, qısa salmaq istəyir, neyləmək istəyir. Rasim hirsindən bilmir ki, sənə neynəsin. O adam heç cürə səndən acığını çıxa bilmir. Sən ona görə qorxma, o heç vaxt belə şey deyə bilməz. Yox Əsmər, yox. Biz belə arxayın olub otura bilmərik. Birdən dedi, birdən Sevda hər şey bildi. Ayaz, səncə o adam belə səhv eləyər, hə? Səncə o adam neynədiyinin fərqində deyil? Səhvi o yox, səhvi mən eləmişəm. Səhvi mən eləmişəm, onu burada, bu evə qeyd edə salmışam. İndi də səhvimi düzəldə bilmirəm, o da bundan istifadə edir. Əsmər, məncə sən bir müddət burada qalmasan yaxşı olar. Zarafat edirsən sən? Hə? Sən mənlə zarafat edirsən, sən görmürsən mən nə vəziyyətdəyəm. Ay adam, mənim maşın vurub, velosiped vurmuyor. Başa düşürsən? Mənim maşın vurub. Ay qız. Bu yeni hara getdi? Hı? 2 gün köçmüşük bura. Bu küçələrdən yığılmır. Hani hara gedəcəyi, nə bilim hara getdi. Neyləsin? Dün otursun bizim söz söhbətimizə qulaq assın. Deyirəm ki, Aysel, sənin bu qardaşın mənim tapdığım qızla evlənən deyil. Sən təklikdə onunla söhbət elə. Bir bacı qardaş kimi. Ağzından söz al. Bəlkə bir istədiyi var, mənə deməyə utanır. Amma sənə deyər. Necə bilirsən? Hani əslində mənim də ağlıma gəlib. Dəqiqə başı belə fır verir, çıxır gedir evdən. Deyirəm, bəlkə doğrudan da sevgilisi var, bizə demir. Ki, indi biz başa düşürük də. Ay qız, sevgilisi var, lap yaxşı. Mən nə deyirəm ki? Deyər ünvanını, evini gedib araşdırarıq, baxarıq kimlərdəndir, nəçidirlər. Elin adət ənənəsi ilə elçiliyimizi eləyərik. Burada nə var ki? Heç. Hə. Danışaram mən onunla. Danışaram. Aysel. Birdən gəlib çıx. Bilmirəm, sən fikri verdin, vermədin. Qardaşım bu maşınla vurduğu qızı yaman belə qəribə baxırdı. Nəsə gözüm su içmədi onlardan. Maşın. Hə. Aynen, yox sən də laf. O qız hara mənim qardaşım var. Yox bir tane. Qardaşına nə var ki? Ondan nə istəsən gözləmək olar. Sən çalış, ondan söz al. Nəsə, amma gözüm su içmədi o qızdan. Həyatsız şey oxşuyurdu. Həyatsız olub, mən neyniyəcəyim? O da düzdür. Tapmışdım da, gül kimi, ağıllı, başlı, başı aşağı bir qız. Bəyəndi ki, bilmirəm kimlərə qoşulub bu. Heç nə. Heç nə. Bütün günü telefondan çıxma. Dur çay gətir mənə. Dur. Doğru deyim. Dur. Sən mənim duvara baxayım. Elə bir uşaqdır. Saq qızlarına bax.
Deyirəm ki, bu yazıq uşağın gecəsi gündüzü yox da kitab oxumaqdan. Vallahi hə. Axırda deyirəm ki, abala sən kitab oxumaqdan gözlərin gedəcək, kör olacaqsan. Getdi yenə kitab oxumağa. Kitab oxumağa. Nəysə, Solmaz xanım, mən gedim, işlərim var. Hara gəlsən ay bala oturmusan da. İndi Aysu gələr, bir yemək bişirər, bir nə gözəl ləzzətli yeməklər bişirir. Tələsmə hələ, tələsmə Teymur, tələsmə. Bala, başına dönüm, yaxşı düşmədik. Yox, narahat olmayın, çox yaxşı düşdü. Hə, neynək yaxşı. Gedim mən. Sağ salam. Ay mamana salam. Bratelnik, bax, nömrəm səndə var. Nə vaxt lazım oldu, bir dənə vızıb Tofiq qulluğunda hazır. Çox sağ ol qardaş. Gedə götürüm səni. Yaxşı yol var. Aynur, sənə demədimmi ki, o qızına tapşır, mərifətli qanacaqlı olsun. İki daşın arasında nə olmuşdu, qaçdı girdi otağına. Solmaz. Mən onu ilə ayrıca danışacağam. O heç onsuz da mən Aysunun əlindən yığmışam. Hələ getdim ona dedim ki, evə adam gəlib, gəl keç otur, söhbət elə, qonaq var evdə. Qonaq məsələsi deyil. Qonaq nə daz? Biabır elədi məni qohum əqrabanın içində. Qanacaqsız, mərifətsiz. Mənə bax, ay Solmaz, deyirsən indi bu oğlan bizdən narazı qaldı, hə? Çıxdı getdi. Yox, razı qaldı, çıxdı getdi. Az, bu nə hörmətsizliyi də, hə? Sən götürərdin bu hörmətsizliyi, götürərdin Solmaz xanım sən bu hörmət. Mən də yox, mən də götürməzdim. Bu bədbəxt niyə götürsün ki bəs? Neynimi? Başı batsın. Mənim uşağımın, mənim bu qızımın başı batsın. Ağıl yoxdur, axı, yoxdur. Gedib gic adamların arxasıyla düşür, ağlayır, özünü öldürür. Bu gəlmişdi də, bu gül kimi uşaq idi də, gəlmişdi. Hazrət bəy idi, qılıcımın içindeydi. Bunu niyə əlindən buraxırsan ki sən? Uçurtdu. Yox, günah nə bundadır, nə ondadır, günah məndədir. Hə. İndi Allah bilir gedib qohum əqrabanın içində, ailəsində məndən nələr danışacaq. Az bunun qızı cəhənnəm olsun. Mənim boyum girdi yerə. Ay Solmaz. Az birincisi sənin niyə boyun yerə girir? İkincisi də ki, yekərvasan, o nə söz uşaq üçün deyirsən? Cəhənnəmə nöş deyirsən ki, daha. Yox, mənə lazım idi. Az, belə sənin minnətin olsun. Az belə ömür boyu elə oğlan görməyəcəydiniz. O cür yerdən yaxşıcana oğlan tapmışdım. İşi, gücü, maşını, pulu, boyu, buxunu. Nəydi az? Nəyin qudurmuşluğuydu bu? Ars olmaz. Az yaxşı da sən də deyib lap mənim ürəyimi partlatma. İndi hər halda sən bu oğlan evi ilə danışacaqsan da. Nə olar, danışanda vəziyyəti bitər, izah elə də başa salda onlara, nə olar ki? Aynur, sən özün qızı bu oğlana verməyə razısan ya? Aysu olmaz, bax mən sənə nə yalan deyim. Gül kimi uşaqdır, vallahi mərifətli qanacaqlı uşağa da oxşayır. İndi görünüşü elədir, daxilini bilmirəm, amma pis uşaq oxşamır. Az oxşamır nədir? Hə? Gül kimi uşaq idi da. Az beləsini yuxunuzda da görməmişdiniz. Nə olub Allaha şükür. Gördüm də qızımın bəyəndiyini. Həyat onunla idmançıymış. Ablam, siz hara tələsirsiniz, hə? Atdı qaçır bəyəm sündallıca. Bu imkan verin, bu yazıq uşaq getsin, bir evə çatsın. Onsuz da siz burada özünüzü öldürsəz də, oğlan burada eşitdiyində, gördüyündə bitti anasına danışacaq onsuz da. Bax, səndən xahiş edirəm. Sən anasına götür yığ denən ki, qız razıdır oğlu ərə getməyə. Hə. Nərminə düzdür, bax, olmaz. Sən də onlarla danışanda bizim razılığımızı bildir də onlara da, üstü örtülü, hə? Əsmər, görürəm, başa düşürəm sənin vəziyyətini. Amma indi birdən Rasim gedib bu söhbəti açsa bizim ikimiz üçün də yaxşı olmayacaq. Sən də bu Rasimin hədə qorxularına nə vaxtacan qulaq asma fikrindəsən, hə?
Qardaşım deyir, kək qırağa adam kimi danış başa sal da. Yox, Əsmər, yox. İndi onunla danışmaq mənasızdır. Maşın da almışam əlindən, lap əsəbidir. İstəyirsən mən danışım, hə? Əsmər, sən oturduğun yerdə. Bircə elə o qalmışdı. Daha da şübhəyə salsan cəmaatı. Şimdi neyniyək, hə? Orada hədə qorxu gələ-gələ gəlsin, biz də burada qorxa-qorxa yaşayaq, hə? Bu adama kimsə qulaq vurması verməlidir ya yox? Qulaq vurmanı mən özüm verəcəm ona. Amma indi vaxtı deyil. Əsmər, bəlkə sənlə Eldarı bir müddət deyil, başqa evə köçürmə, nə deyirsən? İmkan ver, özümə gəlim. Görürsən nə vəziyyətdəyim? Mənim də ürəyim getmir burada qalıb sənə yük olmaqdan ötürü. Əsmər, sən bizə yük olmursan. Bəs nə oluruq? Əsmər, özün görürsən ki, indi vəziyyət yaxşı deyil, problemlər üst-üstə gəlir. Özün başa düş. Başa düşürəm, mən də başa düşürəm. Amma sən də başa düş ki, mən bu vəziyyətdəyim, heç yerə gedə bilmərəm. İmkan ver, 1-2 gün özümə gəlim, çıxıb gedəcəm, söz verirəm ki, sənə qalan deyirəm. Əsmər, mən demirəm, sən Eldarı da götür, bir dəfəlik çıx get buradan. Mən heç özüm də razı deyiləm ona. Amma indi görürsən ki, vəziyyət necədir. Mən qorxuram, Sevda hər şey bilər. Belədir. Sevda. Deməli, sən Sevdaya görə qorxursan. Mənlə uşaq da həmişəki kimi sən üçün sonuncu yox, axırıncı yox. Biz ümumiyyətlə o siyahıda varıq ya yox. Əsmər, yaxşı, boş-boş danışma. Özün də bilirsən ki, elə deyil. Bayaqdan sənə deyirəm ki, heç yerə gedə bilmərəm. Yazıq uşaq xəstədir, onunla belə maraqlanı bilmirəm. Sən gör mənə nə deyirsən. Mədəni sürətdə məni uşaqla bu evdən yola salırsan. Əsmər, mən sizi buradan yola salmaq istəmirəm, amma sən özün də vəziyyəti başa düş. Bax, görürsən, mən səninlə səmimi danışıram, açıq danışıram. Amma mən nə deyirəm, sən başqa bir söz deyirsən. Elə öz bildiyimi danışırsan. Mən belə görürəm ki, səninlə ümumiyyətlə söhbət eləyəsi deyil. İndi belə danışarsan da. Amma bir neçə gün bundan qabaq mənə söz vermişdin ki, ev alacaqsan. Hanı o Ayaz, hə? Elə bilirsən, inanırdın sənə. Bilirdim. Bilirdim ki, sən bizə ev zadalan deyilsən. Bilirsən, niyə elə bilirdin? Deyim, niyə elə bilirdin? Elnur'a qısqanırdın ona görə. Elnur kimdir? Elnur kimdir ki, mən onu qısqanım? Bəli, söz vermişəm. Söz vermişəm, sözümün də üstündə dayanıram. Amma bu ev almaq sənin üçün oyuncaq almaq deyil, 3 dəqiqəlik, 5 dəqiqəlik iş deyil. Nəysə. Özünüz yalanlarında boğulursan. Ay, olmaz. Deyirəm, məni səhv başa düşməyin. Belə mənim də ürəyim getmir qızımı ərə vermək üçün. Hə. Amma deyirəm ki, hazır belə mənfətli, qanacaqlı bir oğlan düşmüşkən, hə? Niyə bunu əldən çıxardaq ki? Günah döyür. Hə. Demək istəyirsən ki, indi solmaz. Da indi özün böyüksən də bu işə sən özün bir əl qoy düzəlt. Hə. Ay, bax, görsən, özün ağbirçək adamsan, bu bir kəlmədən başa düşdün ki, mən nə demək istəyirəm. Halaldır sənə solmaz, halaldır. Doğrudan. Ağbirçəyəm, elə? İndi yadına düşdü mənim ağbirçək olmağım. Az, ağbirçəkliyə görə eləmirsən, bunu? Sən bilirsən ki, mən sizin cikinizi, bikinizi bilirəm, ona görə. Bax, bu işə əl qoymazdım. Amma vicdanım ağrıyacaq da sonra.
Bir də sən özün yetim böyütmüsən. Bax, onun xatirinə gərək eləyim də, neyiniyim daha? Neyiniyim? Hə, olmaz. Sən özün də yetimçiliyinlə uşaq böyütmüsən. Ona görə bilirəm ki, sən məni yaxşı başa düşərsən, olmaz. Ay, nə də olsa bilirəm ki, sən bizim sümüyümüzü yesən. Toy. Çaşdım da. Az mən pizzadam sümükliyim. Ha, olmaz deyəm də, çaşdım da, ətimizi demək istirdim də, ətimizi yesən də bilirəm ki, sümüyümüzü atmazsan da. İndi baxma indi, arada nə bilim, bir-birimizə əsəbləşirik, nə bilim, ürək qıran sözlər deyirik. Amma vallahi olmaz, hansı evdə söz söhbət olmur, hə? Arada. Hadi arada. Yox. Bir cırlıqda getsək, olacam sənə anayı. Hə, da dönüb mənə ana deyəcəksin. İşi düşəndə gör nə tərüzü dəyişirik. Elə bil bütün günü məni öldürən deyil. Mənə bax, mən sənə kömək eləyərdim. Amma sən də ged o qızını qoy qabağına, bir danla da, ağlın başına yıxsın. Qudurub eləməsin. Ay olmaz, mənə bax. Mən sənə deyirəm, mən indi o başı batmışı özüm danışıb başa salacağım. O bəyəm o lazım olsa Allah belə şillə qapazla başa salaram mən onu. Hə. Öz başına zaddır bəyəm o qız ki ya, nə istəsin onu eləsin, elə şey olur. Hə? Bəs atalar niyə deyib ki, qızın döyməyə dizini döyər? Az lazım olar bir təpəsinə bir qapaz vur, qoy sən sözünə qulaq asın. Qudurub eləməsin, qız uşağıdır. Bu da o idmançının zadın məsələsi deyil. Gördün? Az mən üstü deyirdim də idmançıdan ona yer olmaz. Gördünüz sizin başınızdan oynaşdı. De get. Düzdürsən, ay olmaz, düzdürsən. O ailənin üzündən, o beli qırılmışın üzündən mənim uşağım nələr çəkdi, sən özün şahidsən. Bir köpülük ailə də döyrüydü ya, deyim ki, nəsə dəyərdi ona. Amma indi gəp elə eləyək də, mən sən yenə də deyirəm, mən qızımla danışıram. Sən ona heç narahat olma, amma sən də o ailə ilə danış. Sən nəyə görə deyirəm, mən oğlan tərəfdən biraz narahatam. Çünki o uşaq da buradan gedəndə oğlanı deyirəm də, bəs çaşbaş eləyir, nə edirsə. Az, yazıqlar çaşbaş olacaqlar da. Sənin qızın adam deyil, inciyib eləmə. Fırr eləyib cəmaatın qabağından gedəndə cəmaat çaşbaş olacaq da. Tərbiyəsi yoxdur sənin qızın. Belə dərinliklərə getmək olmaz, nəysə. Belə eləyək, yenə danışdığımız kimi. Mən gedirəm indi Aysu ilə danışım. Sən də bir o ailə ilə danış, bir söz al. Yaxşı, Aysu olmaz. Yaxşı. Da sənsən də, da sənsən. Yalvarırsan, neyniyim? Mən nə dedimsə, o da olacaq. Mən səni kimə ərə verəcəm, onu da geyəcəksən. Gördün də sənin o təriflədiyin oğlanı. Sinifdə qalmış avaralara oxşuyur. Mən o oğlana nəinki ərə gedərəm. Heç belə salam da vermərəm, bildin? Deyirəm ki, bunlar gündəşəlləri birdən qız yaman şey oxşuyur. Mənim oğlum da fağıran biri. O oğlanın Əsməri görmək istəməyi səni niyə qıcıqlandırır, hə? Səbəbini deyə bilərsən mənə? Səni bura maşınla gətirən adam bunu verdi. Dedi ki, sənə verim. Kimin nömrəsi? Hikmət kimdir? Niyə yazmırsan, niyə? Nə qədər gözləmir?